Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə evinizdə rahatlıqla hazırlaya biləcəyiniz, marketlərdən alınanlardan daha dadlı və ucuz başa gələn çox-çox ləzzətli dondurma resepti paylaşacağam. Hazırlanması çox sadədir. Bunun üçün çırpma qabına 2 stəkan, qramla ölçsək 400 mq 26%lik dondurma qaymağı əlavə edəcəm. 33%likdən də istifadə edə bilərsiniz, amma ən gözəli məhz plomber qaymağından alınır. Qaymağı mikserin ən yüksək dərəcəsində 2 dəqiqə qarışdırıb üzərinə 150 mq qatılaşdırılmış südü yavaş-yavaş əlavə edərək mikserdə qarışdırmağa davam edirəm. Bu qədər sadə demək olar ki, 2 ərzaqdan istifadə etdim. İstəyə görə vanil də qatmaq olar, amma mənə görə heç ehtiyac yoxdur. Və mikserin ən yüksək dərəcəsində təxminən 3-4 dəqiqə ərzində qarışdırmağa davam edirəm. Hazır olub olmamağını yoxlamaq üçün mikseri arabir söndürərək gördüyünüz kimi bu şəkildə qaldırıram. Mikserin ucluğundan axan qaymaq formasını tez itirirsə, deməli hələ də qarışdırmağa davam etmək lazımdır. Bir neçə saniyə təkrar qarışdırıb yoxladım. Gördüyünüz kimi qaymaq axıntılı, amma formasını saxlayır. Yəni demək olar ki, hazırdır. Hələlik kənara qoydum. Dondurmaq üçün belə bir dondurma vaflisindən istifadə edəcəm. Bu vaflinin birini 10 qəpiyə almışdım. Siz istərsəniz birbaşa qaba tökərək də dondura bilərsiniz. Onu da qeyd edim ki, istifadə etdiyim qaymağı çəkməyi unutmuşam. Instagram səhifəmdə hekayələr bölməsində və ya səhifənin özündə paylaşa bilərəm. Hələ də səhifəmi izləmirsinizsə, mütləq izləməyinizi tövsiyə edirəm. Çünki səhifəmdə videoların daha qısa versiyalarını paylaşıram. Takib edib səhifənin böyüməsi üçün dəstək olsanız çox sevinərəm. Qaymağı gördüyünüz şəkildə dondurma vaflisinə yarısına qədər yığdım və vaflinin içində boşluqlar olduğuna görə arabir vaflini yerə vurmaq lazımdır ki, qaymaq içinə tamamilə dolsun. Daha yaxşı görüntü vermək üçün qaymağın qalanını da sıxma torbasına töküb uç hissəsini kəsirəm. Sıxma torbası olmasa pingvin paketlərdən istifadə edə bilərsiniz və ya elə birbaşa hamısını qaşıqla doldura bilərsiniz. Və gördüyünüz kimi spiralvari hərəkətlərlə dondurmaların üzərini bu şəkildə tamamlayıram. Qaymağı sıxmadan yavaş-yavaş belə bir formada etsəniz, bu şəkildə gözəl görüntü mütləq sizdə də alınacaq. İstərsəniz qaşıqdan istifadə etmədən sadəcə sıxma torbasına qaymağı dolduraraq da istifadə etmək olar. Amma bu üsul bir qədər çətindir. Çünki torbanı bir neçə dəfə doldurmalı olacaqsınız. Ona görə də ən rahatı dip hissələrinə qaşıqla tökməkdir. Zövqə görə dondurmanın tərkibinə kakao, karamel və bir çox meyvələr qataraq da dadlandıra bilərsiniz. Verdiyim reseptdə əsasən 9 ədəd bu şəkildə dondurma alındı. Hazır olan dondurmaları buzluğa yerləşdirdim. Ən az 4-6 saat ərzində bərkməsini gözləyəcəm. Qeyd edim ki, donmayacaq, amma aldığınız dondurmalar kimi bərk, çox gözəl forması olacaq. Donan zaman bir qədər aşağı enəcək forması, bu da normal haldır. Bu qədər dəyərli izləyicilər, olduqca ləzzətlidir. Eyni ilə alınan dondurmalara bənzəyir. Hətta deyərdim ki, onlardan daha da dadlıdır. Həm qiyməti münasib gəlir, həm də evdə hazırladığınız üçün ən azından hansı şəraitdə hazır olduğunu bilirsiniz. Ümid edirəm ki, bu video sizə də faydalı olar. Yoxlayıb nəticəni mənimlə paylaşmağı da unutmayın. İnşallah ki, gözəl nəticələr əldə edərsiniz. Bu qədər dəyərli izləyicilər videonu bəyənib paylaşıb, hələ də abunə deyilsinizsə, abunə olaraq zınqrov işarəsini açmağı unutmayın. Kanalımı dostlarınıza məsləhət edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, Allaha əmanət olun.